Bayram ərəfəsində ən çox istehlak edilən qidalar siyahısına çərəzlər də aiddir. Lakin həddən çox çərəz yemək allergiya, həzm problemləri, mədə ağrısına səbəb ola bilir. Çərəzin saxlanma qaydası isə alıcıların diqqət etməli olduğu əsas məqamlardan biridir. Çərəzlər quru, sərin və günəş şüalarından uzaq müddət saxlanmalıdır. Optimal temperatur 15-20 dərəcə Selsi, nisbi rütubət 60%-dən aşağı olmalıdır. Evdə saxlayarkən hermetik şüşə qablaşdırmadan və ya qida məhsulları üçün nəzərdə tutulmuş plastik qablaşdırmadan istifadə tövsiyə olunur. Uzun müddətli saxlayarkən isə soyuducu şəraiti xüsusilə qoz, fındıq, badam, yer fındığı kimi yağlı çərəzlər üçün daha təhlükəsizdir. Çərəzlər yüksək yağ tərkibli məhsullardır. Mütəxəssislər qeyd edir ki, çərəz alarkən onun hansı şəraitdə saxlanılmasına diqqət edilməlidir. Çərəzlərin keyfiyyətli olub-olmamasını isə alıcılar müxtəlif üsullarla müəyyən edə bilərlər. Əgər çərəzlərdən belə xüsusi yanmış yağ iyi gəlirsə və yaxud üzərində kif varsa, qaralıbsa, o zaman qətiyyən bu çərəzləri almamalısınız. Nəmli ortamda saxlanılan çərəzləri almamalısınız və yaxud istehsal edən bu çərəzləri sizə təqdim edən şirkətin bunun satışına icazəsi yoxdursa, o zaman bu çərəzləri almamanız tövsiyə olunur. Saxlanma müddətinə gəldikdə isə siz çərəzi aldığınız müəssisədən, bu marketdirsə və yaxud digər müəssisədirsə, çərəzlərin həmin müəssisəyə daxil olma tarixində tələb edə bilərsiniz. Bu sizin istehlakçı olaraq hüququnuzdur. Beləliklə, çərəzlərin keyfiyyətini qorumaq üçün həm satışda, həm də ev şəraitində düzgün saxlanma qaydalarına əməl etmək vacibdir. Əks halda bu, sağlamlığımız üçün zərərli ola bilər.